Xoş gördük hər bizi, dəyərli müştərilərimiz. Super, gözəl, qanuni 2 otaqlar içərisində ən böyük qubcalı, qanuni 2 otaqlı sizə mənzil çəkib təqdim edəcəm. Xırdalanda tam mərkəzdə, Heydər Parkından üzbəüzdür bu bina. Yerləşdirmə yeri çox əla bir yerdə yerləşir. Parkın yanıdır, Təzə Bazarın yanıdır. Xırdalanın tam yaxınlığındadır. Qanuni 2 otaq, mərtəbə də ideal. 12 mərtəbənin 7-ci mərtəbədə. Bir də bəri başdan deyim, mənzildə A-dan Z-yə hər şey qalır. Şəxsi əşyalar götürülür, qalan bütün əşyalar qalır. Mənzilimizin giriş hissəsidir, foyesidir. Çox geniş foyesi var. Geniş dolab yeri var, paltar yığmaq üçün. Geniş bir dolabı, istilik sistemi kombidir. Qazdır, sudur, işıqdır, fasiləsizdir. 24 saat mühafizə sistemi var. Mənzilimizin qonaq otağından sizə təqdim edəcəm. Geniş qonaq otağımız var. Stoludur, televizorudur, divanıdır, 2 ədəd kondisionerdir, 3 ədəd televizordur. Əşyalar təzə əşyalardır. Şəxsi öz üçün təmir istəyən müştərilərimiz üçün ən ideal 2 otaqlı sizə mənzil çəkib təqdim edirəm. Kvadratı 100 kvadrat, kubça əldə, dövlət ipotekasına tam yararlıdır. Keçək bir-bir sizə izah edəcəm. Giriş hissəsi qapımızdır. Belə qəşəng ayaqqabı qoymaq üçün balaca şkafıdır. Burada yerləşir mətbəximiz. Geniş bir mətbəximizdir. Balaca xudmani, balaca televizorumuzdur. Samsung firmasından paltaryandır. Samsung'un xaldenlikindəndir. Burada yerləşir mənzilimizin eyvan hissəsidir. İsti sistemi dediyim kimi kombidir. Gözəl təmirdir. Əsas sənət kubca və dəyərli müştərilərimizə orta mənzildə küncə düşmür. Keçək mənzilimizin yataq otağıyla sizi tanış edəcəm. Xırdalandan bəlkə deyərəm ən böyük yataq otağıdır bu. Yataq otağının ölçüsü. Və hamam otağına. Gəl hamam otağına maşallah meydançadır. Deməli hamam otağımızdır. Deməli burada duş kabini nə qədər var, moydadır, nə qədər hamısı var, qapılar, ağ qapılardır. Yataq otağı. İndi bilmirəm, telefonda necə görsənəcə yalan deyərəm. Amma yataq otağı çox böyükdür, hədsiz dərəcədə böyükdür. Tək elə mən bu yataq otağı olar, haradasa 35 kvadratdan çox olar, az olmaz. 100 kvadratdır, sənət kubcadır, A-dan Z-yə hər şey qalır. Alıb rahatlıqla 600 manata kirəyə də verə bilərsiniz, şəxsi yaşamağa da idealdır. Qiymət 155.000 manatdır, amma nəzərə alın. Bina, indi bəzi şəhərlərdə yazırlar, qoy bəri başdan bunu da deyim. Nəzərə alın, kvadrat 100 kvadratdır, A-dan Z-yə hər şey qalır və əsas sənət kubcadır, parkın tam yaxınlığındadır. Kvadratı belə baxanda 1550 manata düşür. Bugünlük bu qədər, sağ olun, var olun.